Değerli müşterilerimiz, xoş gördük hər birinizi yeni bir mənzil təqdimatına gəlmişik. Öncədən hər kəsin bayramını təbrik edirəm. Allah Allah hər kəsə gözəl günlər, bol ruzu və gözəl mənzillər qismət eləsin. Təqdim eləyəcəyim mənzil Kristal bir yaşayış kompleksində yerləşir. Kristalın təzə binasındadır. Köhnə yox, təzə 16 mərtəbələrdədir. Yəni niyə görə təzə deyirəm? Bu binalarda lift 2 ədəddir, yeraltı qarajdan birbaşa qalxmaq olur və geniş həyəti var, parkı var. Təqdim edəcəyim otaq mənzilimizin qonaq otağıdır. Tam əşyalı, gözdən gördüyünüz hər bir əşya mənzildə qalır. Divandır, oturacaqdır, təzə kondisioneri, istilik sistemi kombidir. 16 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. 2 ədəd Sigma lifti, yeraltı qarajdan birbaşa mənzilə daxil olmaq olar. Mənzilimiz səliqəli bir mənzildir. Girişdə sağda qəşəng şkafı və keçək sizə mətbəxinlə sizə tanış edeyim. Paltar yuyanıdır, soyuducusudur. Deməli, stulu, gözəl duxna mebeli. Keçək eyvan hissəsindən sizə tanış edeyim. Gözəl belə bir eyvanı və bina ilə sizə tanış edeyim. Deməli, binamızın parkıdır və Kristalın əsas parkıdır. Çəkək təqdim eləyək. Əsas parkıdır və binanın öz parkıdır. Gördüyünüz kimi yerüstü parkingi, həm yeraltı, həm yerüstü. Bina çox keyfiyyətli bir binadır, gözəl bir binadır. Tam mərkəzdədir, köhnə bazara tam yaxındır, Xırdavanın mərkəzi hissəsindədir. Deməli, hamam otağına sizə tanış edeyim. Bütün aksarları var. İpotekaya tam yararlıdır. Yəni ipotekaya tam yararlıdır. Mənzilin heç bir borcu yoxdur. Yataq otağı, yataq otağında deməli, yataq dəstəyi və şkafıdır. Mənzildə qalır. Ümumi sayısı 64 kvadratdır, kupça əldədir. Heç bir banka borcu yoxdur. Gözəl bir mənzildə alıb rahatlıqla 500 manata da belə evlər hal-hazırda kiraya gedir. Çünki Kristalda hal-hazırda 41 kvadratları 400 manata təklif olunur. Bu da qanuni otaqdır. Kimə maraqlı olsa bu mənzil bizimlə əlaqə saxlaya bilər. Bugünlük bu qədər. Sağ olun, var olun.